Bizim bu şəraitdə yaşamağımızın səbəbi cəmiyyətimizin rəhbəri Səmiyar Abdullayevdir. Çox çətin bir şəraitsiz vəziyyətdəyim. Mən mağazinə, dükana gedə bilmirəm. Yağış yağında su olur, hər yer balot olur. Barometrin qaynar xəttinə bu dəfə Nizami rayonu Keşlə qəsəbəsində yerləşən və gözdən əlillər sexi kimi tanınan yataqxanada məskunlaşan gözdən əlilli şəxslər müraciət edib. Onların sözlərinə görə uzun illərdir ağır şəraitdə yaşayırlar. Dəfələrlə adiyyəti qurumlara, o cümlədən gözdən əlillər cəmiyyətinin rəhbərliyinə müraciət etsələr də, güzəştli mənzillə təmin olunmaları ilə bağlı heç bir addım atılmayıb. Nizami rayon Keşlə qəsəbəsində Korlar sexi kimi tanınan ərazidə yaşayırıq. Yataqxanada, 4 ailəlik yataqxanada məskunlaşmışıq. Çox çətin bir şəraitsiz vəziyyətdəyik. Biz buradan dövlət başçısına səslənirik ki, bizim çətinliklərimizin aradan qaldırılmasında, dövlət tərəfindən güzəştli evdən təmin olunmamızda, eyni zamanda bizim yataqxanada yaşamağımıza baxmayaraq, bizim gün güzəranımızın yaxşılaşdırılmasında bizə yaxından köməklik göstərilsin. Ona görə ki, biz çətin vəziyyətimizlə bağlı cəmiyyət rəhbərliyinə dəfələrlə müraciət etsək də, bugünkü günə kimi heç bir köməklik göstərməmişdir. Biz istəyirik ki, bugünkü gündə Nizami rayon Keşlə qəsəbəsində Korlar sexi kimi tanınan ərazidə gözdən əlillərin gün güzəranını yaxşılaşdırılması üçün onlara güzəştli evlər verilsin və eyni zamanda yataqxananın gözdən əlillər cəmiyyətinin rəhbərliyi tərəfindən xüsusi diqqət qayğı göstərilsin. 12 kvadratlıq otağın içində, mətbəxi də orada, yataq otağı da, yəni sanitar qoşaq, hər bir şey o otağın içindədir. Yəni çox acınacaqlı şəraitdə yaşayırıq. Bizim bu şəraitdə yaşamağımızın səbəbi cəmiyyətimizin rəhbəri Səmiyar Abdullayevdir. Çünki bizim üçün ayrılan Nərimanovda mənzillər tikir, satır, torpaqları torpaq şəklində satır, mənzilləri mənzil şəklində satır. Yəni o Nərimanovda bizim haqqımız olan mənzillərdən bizə vermir, satır. Biz də bu şəraitlərdə ömrümüzü çürüdürük, xəstəliklər tapmışıq, çox pis şəraitdə yaşayırıq. Mən mağazinə, dükana gedə bilmirəm. Yağış yağında su olur, hər yer balot olur. Mən bir insana ehtiyacım olur ki, mən kimlənsə gedim, gəlim. Mən buradan səslənirəm cənab prezidentimizə. Cənab prezidentimizdən xahiş edirəm ki, bizi nəzərə alsın. Bu Keşlə qəsəbəsi əvvəl sex olub, indi hamı yavaş-yavaş yığılıb, hərə özünə bir balaca daxma tikib ki, orada-burada kirədə qalmasın. Amma bizim də kirədə qalanlarımız çoxdur. 2 dənə qızım var. Ev növbəsinə durmuşuq, evimiz yoxdur. Şəraitimiz çox ağırdır. Nəmişkənlikdir. Ayaqlarım tutulub, gəzə bilmirəm yaxşı. Ümid eləyirdik ki, ev verəcəklər. Vermədilər ev bizə. Hələ də ümidimiz var ki, dövlətimizdən ümidimiz var ki, inşallah bu söhbətlər işıqlandırılandan sonra müəyyən yerlərə çatar müraciətimiz. Ümidvaram ki, laqeyd qalmazlar, yəqin ki, təmin eləyərlər inşallah bizləri evlə. Mövzu ilə bağlı Azərbaycan Gözdən Əlillər Cəmiyyətinə sorğu ünvanladıq. Qurumdan bildirildi ki, hal-hazırda Keşlə qəsəbəsində 5-6 ailə varsa, səhv etmirəmsə, bu insanlar 1-2 otaqlı mənzil olmadığına görə Nazirliyin balansında təmin etmək qeyri-mümkündür. Yaxın gələcəkdə növbəti ildə bu şəxslərin mənzillə təmin olunması istisna olunmur. Hətta nəzərdə satılan qəzalı dediyiniz vəziyyətdə 3 otaqlı mənzil alan gözdən əlillər var ki, bugün oradan çıxmırlar. Nazirlik tərəfindən halbuki onlara mənzillər verilib, yenə həmin yerdə yaşamağa davam edirlər. Dəfələrlə onlara bildirilmişdi ki, həmin yeri cəmiyyətə təhvil verərək dövlət tərəfindən, nazirlik tərəfindən sizə verilmiş mənzillərə köçürməyinizi xahiş edirik. Bu cür həssas insanlara qarşı göstərilən münasibət həm biganəlik, həm də məsuliyyətsizlikdir. Onlar dövlət qurumlarından və cəmiyyət rəhbərliyindən məsələ ilə bağlı ciddi tədbirlər görməyi, mənzil şəraitlərinin yaxşılaşdırılması üçün real dəstək göstərməsini xahiş edirlər.